Salam, hər vaxtınız xeyir. Bu gün yeni mövzunun izahına baxaq birlikdə. Deyir, zərflə bağlı verilmiş fikirlərdən düzgün olanlarını müəyyən edin. Quruluşca sadə düzəltmə və mürəkkəb olur. Bəli, bütün nitq hissələri kimi zərf də sadə, məsələn, indi, düzəltmə türkcə, mürəkkəb də axşam tərəfi ola bilər. İsim, sifət və sayla ortaq olan sözləri var. Bəli. Məsələn, isim gecə, gündüz, günorta bu sözlər, səhər, sifətlə doğru, gözəl, yaxşı, pis, sayla o qədər, bir qədər, azacıq və sayla ortaq olan sözləri var. Yayda, baxanda kimi sözlər zaman zərfidir. Baxanda feili bağlamadır, 3 səhvdir. Cümlədə feili izah edə də bilər, etməyə də bilər. Bəli, doğru fikirdir. Yəni, bu əlaməti də izah edə bilər, sifətin də qarşısında gələ bilər, zərf, feilin də qarşısında gələ bilər. Təəssüflənən feil ilə əlaqələnsə, yalnız zərflik ronda çıxış edəcək. Xeyr, təəssüflənən feil ilə əlaqələnsə, yalnız zərflik ronda çıxış edəcək deyilən bir şey yoxdur. Məsələn, deyirəm ki, yuxarını təmizlədilər. Haranı? Yuxarını. Bu tamamlıq oldu. Haranı sualı bilirik ki, tamamlığın sualıdır. Ona görə 5 də səhvdir. Cümlədəki zərflə bağlı uyğun fikri tapın. Deməli, bu tez söhbətləri belədir ki, bunlar həm zaman zərfi, həm də tərzi hərəkət zərfi olur. Mən tez sözünü vaxtından əvvəl, mütəmadi, davamlı sözləri ilə əvəz edə bilirəmsə, olur zaman zərfi. Cəld, sürətli sözlərlə əvəz edə bilirəmsə, olur tərzi hərəkət zərfi. İndi Əli tez qocaldı deyəndə, yəni vaxtından əvvəl qocalıbsa, bu nədir? Zaman zərfidir. Əli tez yeriyir, cəld yeriyir, sürətlə yeriyir deyirəmsə, bu deməli bu tərzi hərəkət zərfidir. Deyir, eyni məna qrupuna aiddir. Xeyr. Fərqli sintaktik vəzifə daşıyır. Xeyr, hər ikisi zərflik rolundadır. Təəssüflənməyən feillərə aiddir. Bəli. Bu da təəssüflənmir, bu da təəssüflənmir. Müxtəlif məna qruplarına aiddir. Bəli, bu düzdür. Biri zamandır, biri tərzdir. Tərz məzmunu özünü göstərir. İkinci üçün doğrudur bu, birinci üçün yox. Yer zərfi işlənmiş hansı cümlələrdə kəmiyyət zərfi də işlənir. Bizə həm yer zərfi lazımdır, həm də kəmiyyət zərfi lazımdır. Yaxın qonşular uzaqdakılardan tez çatdı. Bu zaman zərfidir, bu heç. Uzaqdan gələn bu xəbərlər onu xeyli sarsıtmışdı. Xeylini götürə bilərəm. Uzaqdan da yer zərfidir. Sağa sola qaçaraq bu yer zərfi. Bu nə qədər yalnız əvəzi olur, başqa nitq hissəsi olmur. Baş verən hadisələrdən orada yer zərfi. Tamamilə bu da kəmiyyət zərfidir. Deməli, 4-ü götürə bilərəm. 2 ilə 4-üm olar cavab D variantı. Doğru fikirləri müəyyən edin. Zərf sintaktik baxımdan hansı sualına cavab verə bilər? Bəli, deyirəm, yuxarı mərtəbə, hansı mərtəbə? 1 düzdür. Zərf həm əsas, həm də köməkçi nitq hissələrlə homonimli, sinonimli təşkil edir. Sinonim bilirik ki, sinonim eyni nitq hissəsinə aid olmalıdır. Yəni, zərfdirsə zərf olmalıdır. Qarşı tərəfdə 2 səhvdir. Zərf işlənmiş cümlənin xəbəri hər zaman feil xəbəri olmalıdır. Xeyr. Məsələn, deyirəm, dağlar həmişə dumanlıdır. Dumanlıdır, sifət oldu. Eyni zərf cümlə daxilinə müxtəlif sintaktik funksiya daşıya bilər. Bəli, daşıya bilər. Məsələn, deyirəm ki, aşağı mərtəbə, yox, aşağı mərtəbə işıqlıdır desəm, bu olacaq nə təyin, aşağıda görüşərik olsa, bu nə olacaq? Bu da olacaq zərf. Deməli, 1, 4 cavabımız olar E variantı. Tərz hərəkət zərfi işlənmiş hansı cümlədə zərfin başqa məna növü də işlənib? Baxaq. Buralara bu yer zərfidir. Başqa da tərz bildirən zərfimiz yoxdur bizim. Hövlan tərzdir. Sabahki işləri yoluna qoymadan geri yer zərfidir. Deməli, B olar cavabımız. Kəndə yoluna düşən qrup dünənki tədbirdən tez çıxmışdı. Bu zaman zərfidir. Başqa bir şey yoxdur. Dünənki də sifətdir. Bunu ona görə dönə-dönə deyirik ki, dəfələrlə mənasında kəmiyyət zərfidir. Bugün hər kəs vaxtında burada olsun. Bu, deməli, zamandır. Burada olsun, bu da yer zərfidir. İrəliyə doğru atdığı hər addımda bu yer zərfidir. Qələmlə yazılmış bir iz gördü. Başqa da bir zərfimiz yoxdur. Sonra müqayisə cədvəlinə əsasən doğru fikirləri seçin.
Zərflə fe'li bağlamanı müqayisə eləməliyik. Tərz məzmunu bildirir hər ikisi. Bir ortaq olmalıdır. Hərəkətin məkanını bildirir. Bəli. Hərəkətin yerini bildirir zərf, amma fe'li bağlama yeri bildirə bilməz. Bu fərqli cəhətlərdir. Təsriflənən fe'lə aid ola bilər. Hər ikisi aid ola bilər. 3 ortaya yazılmalıdır. Şəxsə görə dəyişə bilmir. Bəli. Müxtəlif cümlə üzvü ola bilir. Hər ikisi müxtəlif cümlə üzvü ola bilir. Deməli, bu düzdür. Daha doğrusu, fe'li bağlama müxtəlif cümlə üzvü olmur axı. Fe'li bağlama yalnız nə olur? Zərfli olur. Bu, bura yazılmalıdır. Müxtəlif cümlə üzvü olur. Qulluqca müxtəlif olur. Bəli. Sadə düzəltmə deməli, mürəkkəb olur. 2, 4, 6. Cavabımız E olar. Sonra, bu gün o qədər mülayim idi ki, birlikdə bu zaman zərfidir, bu kəmiyyət zərfidir, birlikdə işlərini bitirib, bu tərzdir, azacıq istirahət etdilər, bu da kəmiyyət zərfidir. Cümləsindəki zərflərin təlinə aid olan fikirləri müəyyən edin. Zaman zərfi qulluqca mürəkkəbdir, tərz və hərəkət zərfi saydan düzəlib. Bu, özünün kökü saydı bir sayından birlikdə. Yəni, birlik ismindən yaranıb da, bu səhv fikirdir. Sadəcə kökü saydı. Biri çıxdım. Həm qulluqca düzəltmə, həm də mürəkkəb kəmiyyət zərfi işlənib. Bəli, o qədər mürəkkəb, azacıq düzəltmə. Tərz hərəkət zərfi kökü say olan isimdən əmələ gəlib. Aha, dedik bunu. Birdən əmələ gəlib saydı. Zərflərdən biri öz sintaktik vəzifəsində deyil. Xeyr, belə bir zərf görmədik ki, öz sintaktik vəzifəsində olmasın. Zərflərdən ikisi hərəkətə aid deyil. Burada o qədər mülayim idi, sifətə aiddir. Bu gün mülayim idi. Bunlar, bəli, 5 doğru fikir. Digərləri sifətə, demək, fe'lə aid. Azacıq istirahət etmək, birlikdə bitirmək. E variantı olar. Aşağı kəndlərdə hava xeyli soyuq idi cümləsi ilə bağlı doğru fikirləri müəyyən edin. Aşağı yer zərfidir. Burada təyin vəzifəsindədir. Xeyli, bu da kəmiyyət zərfidir. Zərflərdən biri morfoloji baxımdan özünə aid olmayan suala cavab verir. Xeyr, burada bunu təhlil eləyək görə. Necə idi? Soyuq idi. Nə qədər xeyli? Nə hava? Harada? Kəndlərdə. Hansı kəndlərdə? Deməli, aşağı kəndlərdə. Bəli, morfoloji baxımdan zərfin hansı sualı yoxdur da? Bu sintaktik sualıdır. Deməli, biri götürə bilərəm. Məkan mənalı iki söz eyni qrammatik mənanın daşıyıcılardılar. Bu zərfdir, bu isə isimdir. Deməli, eyni qrammatik mənanın daşıyıcısı deyil. Nümunədə qeyri-müəyyən miqdar sayı işlənib. Burada say deyil də, bu xeyli sözü zərfin özüdür. Sadəcə sayla ortaq sözlərdir. Zərflər fərqli məna növündə eyni quruluşdadır. Bəli, hər ikisi qulluqca sadədir. Amma fərqli məna növündədir. Biri yer zərfidir, biri də kəmiyyət zərfidir. 1 ilə 4-ü götürə bilərəm. Hansı cümlədə dan zərf düzəldən şəkilçidir? Arxı hoppanmadan. Bu nədir? Madandır da bu bir yerdə. Fe'li bağlamadır. Bunları yazmamışdan öncə şablondan bu çıxışlı haldır. Bu da yazmamışdan fe'li bağlama. İdmançı rekordu yeniləmək üçün yuxarıdan tullandı. Bu yenə çıxışlı haldır. Onun anidən reaksiya verməsi. Görürsünüz, an sözündən, ismindən anidən. Necə reaksiyadır? Anidən reaksiya. D variantını götürə bilərəm. Qəsdən. Bu qəst sözüdür. Qəst ismidir. Bu da çıxışlı halın şəkilçisidir. Çıxdı. Birdi olanda bu. Belə olanda qəsdən. Belə olanda zərf olur və o da qəst ismindən ən şəkilçi artırmaqla düzəlir. Amma 2 olanda isim olur. Verilmiş cümlələrdəki çaparaq sözü ilə bağlı səhv fikri. Çaparaq sözündə vurğu buradadırsa, deməli bu zərfdir ki, vurğunu qəbul edə bilib leksik şəkilçi. Birincidədirsə, bu fe'li bağlamadır. Deməli, qrammatik şəkilçidir, vurğu qəbul etməyib. Bu leksik, bu da
qrammatik, şəkilçidir. Deyir, birinci zərf, ikinci fe'li bağlamadır, bəli. Bir düzəltmə, iki sadədir, bəli. Birinci sözdə başlanğıc forma çaparaqdır, ikinci sözdə çapdır, bəli. Qrammatik şəkilçiyə qədər olan hissələrdir. Birinci düzəltmədir, birinci düzəltmə, ikinci mürəkkəb fe'lə əlaqələnib, bəli. Deməli, çatdırdı. Bu da çıxıb getdi, ikisi bir yerdədir, düzdür. Bir cingiltili, birincidə bir cingiltili, 3 kar deyir. Burada kar samit bir dənə budur. C ilə P. Bu özündən sonra sait gəlib deyə Q, X yox, G olacaq. Deməli, cavabımız E variantıdır. Deyir ki, klasterin boş xanalarını hansı fikirlər doldura bilər? Zərf müstəqil şəkildə cümlə üzvü kimi işlənə də bilər, işlənməyə də bilər. Bəli, düzdür. Məsələn, tərkiblərin içində gələndə o müstəqil cümlə üzvü ola bilmir də. Məsələn, yaxınlıqda qalan qonşusunu çağırdı. Hansı qonşusunu? Yaxınlıqda qalan. Deməli, bir düzdür. Hərəkətin əlamətini ifadə edərkən yalnız təsvirlənən fe'lə aiddir. Hərəkətin əlaməti olmaz da, hərəkətin tərzi olar, tərzi. Və yalnız təsriflənən fe'lə aiddir deyilən bir şey yoxdur. Təsriflənə də aid ola bilər, təsriflənməyən fe'lə də. 2 istənilən halda səhvdir. Bütün cümlə üzvləri onda çıxış edə bilər, bəli. Axşamın xeyri birləşməsində sadə zərf işlənib. Burada zərf deyil axşam sözü. Nə sualına cavab verir? Nəyin xeyri? Nə sualına cavab verirsə bu isimdir. 4 dəst belə çıxır. Cavab 1 C variantı. Anar aşağı düşəndən sonra illərlə görmədiyi qardaşına bərk-bərk sarıldı cümləsindəki zərflərin işlənmə ardıcıllığını müəyyən edək. Deməli, aşağı yer zərfidir. Düşəndən sonra bu fe'l sifətdir, bu qoşmadır, bu heç. İllərlə kəmiyyət zərfidir. Bərk-bərk sarıldı da, bu da tərzdir. Cümlə daxilində həm zərf, həm də köməkçi nitq hissəsi kimi düşünülə bilər. O buralardan gedəndən sonra geri dönmədi. Bu sadəcə qoşmadır. Başqa da bir şey olmur. Həsrətindən başqa adamlara dərd vermə. Bu ola bilər. Necə amma? Həsrətindən başqa adamlara dərd vermə. Bu sifət ola bilər. Sifət kimi düşünülə bilər də. Həm sifət, həm də qoşma kimi düşünülür. Zərf kimi düşünülə bilmir bu. Deməli, ona görə B-ni çıxdım. Bir də belə olar ki, həsrətindən başqa adamlara dərd vermə. Yəni, belə sifət və qoşma. Yarışa səndən əvvəl gəlmişik. İstənilən halda bu, deməli, qoşmadır. Bu davranışları gördükdən sonra əvvəl kimi qala bilmədi. Burada da yox. İclasdan əvvəl Akif çıxdı. Deyirəm, yəni iclasdan əvvəl, iclas başlamamışdan əvvəl Akif çıxıb gedib. Bir də belə, iclasdan əvvəl Akif çıxdı. Yəni, iclas qutarıb, birinci otaqdan Akif çıxıb, zərf və qoşma kimi ola bilər. Zərfin tamamlıq kimi işləndiyi cümlələri seçin. Elçin kəndin aşağısını gəzənlərə yol göstərirdi. Kəndin aşağısını gəzənlər, bu tərkibdədir deyə, zərf tamamlıq kimi işlənib deyə bilmərəm. Biri çıxdım. Başını qaldır ki, irəlini görə biləsən. Haranı? İrəlini. 2 olar. İşçilərə de yuxarını yığışdırsınlar. Haranı? Yuxarını. Çalışmaq lazım. Dünənimizi unutmayaq. Nəyi unutmayaq? Dünənimizi. Pisi pis, əyri əyri, düzü həmvar yazın. Bunlar sifətlərdir. Sadəcə isimləşib. Euler-Venn diaqramına əsasən müqayisə edib. Burada cavabım nə oldu? 2, 3, 4. Euler-Venn diaqramına əsasən müqayisə edib doğru fikirləri. Müəllim bunu dönə-dönə izah edib. Yəni, dəfələrlə izah edib. Bu nədir? Kəmiyyət zərfidir. Maşın küçəni dönə-dönə gedirdi. Bu nədir? Bu fe'li bağlamadır. Kəmiyyət məzmunu ifadə edir. Bir düzdür. Cümlə üzvü olaraq zərflikdir. Hər ikisi zərflikdir. 2 nitq hissəsinin xüsusiyyətini daşıyır. Fe'li bağlama daşıyar 2 nitq hissəsinin xüsusiyyətini. Qulurca mürəkkəbdir. Hər ikisi qulurca mürəkkəbdir. 4 ortada yazıb, düzdür. Hərəkət məzmunu daha üstündür. Bəli, fe'li bağlamadır, çünki fe'ldir. Təsriflənən fe'li izah edir. Hər ikisi təsriflənən fe'li izah edir. Deməli, cavabım nə oldu?
1, 4, 5 D variantı. Evə gedəndə az da olsa yemək yedi. Az da olsa tez yemək yedi, cəld də getdi cümləsindəki zərflərə aid olan fikir. Burada az olsa bu bir yerdədir. Tez yemək yedi, bu tərz bildirir. Necə yemək? Tez yemək yedi. Cəld getdi, bu da tərz bildirir. Zaman miqdar yox, zaman zərfi işlənib, miqdar zərfi yoxdur. Miqdar zərfi işlənib deyir səhvdir. Yalnız tərz hərəkət zərfidir. Elə danışır ki, sanki buradakı işlərin elə əvəzlikdir də, buna toxunmuruq. Sadəcə bu zərfi əvəz edir. Morfoloji olaraq əvəzlikdir. Sanki buradakı işlərin, buradakı sifətdir, dünənki sifətdir. Yaxşı davam edəcəyini çatdırmaq istər. Bir dənə burada yaxşı sözüdür, zərf. O da tərz hərəkətdir. Zərfin mənaca müxtəlif növlər işlənib deyir səhvdir. Nümunədə yer zərfi təyin mövqeyində işlənib, yer zərfi yoxdur. Tərz hərəkət zərfi müstəqil cümlə üzvü deyil. Bəli, nə edir? Çatdırmaq istəyir. Nəyə çatdırmaq istəyir? Yaxşı davam edəcəyini bir yerdədir. Zaman zərfi yoxdur. Zərflərdən ikisi deyir, bu da səhvdir. Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Zərf və isim, leksik və qrammatik mənası var. Hər ikisi əsas nitq hissəsi olduğuna görə ortaya yazılmalı idi. 1 çıxdı. Qulluqca mürəkkəb olanları ayrı yazıla bilir. Bəli, ismin ayrı yazılanı yoxdur. Sifətin də ayrı yazılanı yoxdur. Amma zərfin var. Məsələn, bugün, hər an, 2 olar. Lıq şəkilçil düzələ bilər. Məsələn, həmişəlik düzələ bilər. Sonra isimdə də qaranlıq ola bilər. 3 olar. Əşyanın adını bildirir, isim bildirir. Cümlədə ismi xəbər olur, hər ikisi ismi xəbər olur. 5 də bura yazılmalıdır. 2, 3, 4. Hansı cümlədə fərqləndirilən hissə zərfdir? Səhnənin arxasındakı yer bilirik ki, isimdir. Biz o günü olduqca maraqlı keçirdik. Hansı günü? Hansı günü deyirəmsə, deməli bu parçalanır. Bu getdi. Davam edən hər an bizim xeyrimizə idi. Hər an, hansı an? Hər an. Bu yox. Həyatda hər an xoşbəxt olmaq olmur. Nə vaxt, nə zaman, hər an. Bu gün mənə unudulmaz idi. Hansı gün? Bu gün. Burada məntiq odur ki, hər an, bu gün, o gün. Bunlar nə vaxt sualına cavab verəndə zərf olur, nə sualına cavab verəndə və yaxud parçalananda hansı gün deyə bilirəmsə, hansı an deyə bilirəmsə, burada artıq birləşmə olur. İsmi birləşmə olur. Mürəkkəb zərf işlənmiş cümləni müəyyən edin. Mürəkkəb zərf. Burada A-da yoxdur. Növbənöv bilirik sifətdir. Yan-yana olar. Yan-yana dayanmış olar. Bu günü unuda bilmirəm. Hansı günü? Bu günü, bu yox. Nə qədər bu əvəzlikdir. Elə bu saatı, burada da bir şey yoxdur. Sifət və zərflə bağlı Eyler-Venn diaqramının kəsişməsi hansı fikirlər yazıla bilər? Hər ikisi qulluqca 3 cür olur. Bəli, bütün əsas nitq hissələri qulluqca 3 cür olur. Hər ikisi ismə aid hal şəklini qəbul edib cümlə üzvü baxımından dəyişməyə bilər. Bu nə deməkdir? Bu zərfə aid xüsusiyyət olar. Zərfə. Biz zaman zərfləri, məsələn, ismə aid xüsusiyyət qəbul edir. Axşamlar, gecələr və s. Amma yenə də dəyişmir də. Cümlə üzvü baxımından yenə də dəyişmir. Yenə də zərfli olaraq qalır. İsimləşmir. Onu demək istəyir ki, isimləşmir. Bunu zərfə aid xüsusiyyət kimi yazmaq olar. Ona görə 2-ni çıxdım. Hər ikisi cümlədə təyin və tamamlıq ola bilər. Bəli. İsmə aid qrammatik şəkilçi qəbul etmədən xəbər ola bilmirlər. Xeyr, bu səhv fikirdir ümumiyyətlə. Məsələn, deyillə düzələnlər kitab maraqlı deyil. Səhər deyil, axşam deyil və s. Deyillə düzəlirsə, ismi xəbər ola bilir. Cümlədə ismi xəbərə də aid ola bilərlər. Bəli, doğrudur. Deyirəm, çalışqan şagirddir, yaxud yaman sevincli idi və s. D variantı. Hansı cümlədəki zərf məzmunca digərlərindən fərqlənir? Həmişə qabaqda görərdik, bu yerdir. Sən demə qabaqda bu da yerdir, xeyli mənzərəli yer var imiş. İnanın ki, sizi qabaqda gözəl günlər gözlər. Bu zamandır.
Deməli C-dir. Qabaqda qaya parçalar var. Bu da yerdir. Biraz qabağa gedəndə bu da yerdir. Cümlədəki fərqləndirilmiş sözlərdən birini yerinə görə həm zərf, həm də qoşma kimi düşünmək olar. Naibdən sonra gəldim. Səndən əvvəl mən bunu eşitməmişdim. Bu belə ola bilər. Naibdən sonra gəldim, bu qoşmadır bu istənilən halda. Belə ola bilər. Səndən əvvəl mən bunu eşitməmişdim. Bir də səndən əvvəl eşitməyibdi. Mən bunu eşitməmişdim. Yəni iki cür düşünmək olar bunu. Biri onun öz ağzından eşitmək mənasındadır. Səndən əvvəl eşitməmişdim. Bu olan belə olanda zərf olur. Bir də deyirəm səndən əvvəl. Yəni səndən əvvəl eşitməmişdimsə, birinci sən eşitmisən, sonra mən eşitmişəm, belə bir şey. Qapıdan əvvəl Aynur çıxdı. Bunu başqa cür düşünmək olmur da. Bu zərfdir. Qapıdan əvvəl demək olmur da, bu zərfdir. Oyundan əvvəl komanda məşqçisini dinlədim. Oyundan əvvəl bu qoşmadır. Tapdığı əvvəl belə bu yox. Tapdığı əvvəl belə görməmişdim. Bu əvəzlikdir. Başqa da bir şey deyil. Yer zərfinin mübtəda kimi işləndiyi cümlələri müəyyən edin. Təxminən 2 il öncə ora işğal edildi. Nə edildi? İşğal edildi. Hara? Ora. Bir olar. Dağların yuxarısı ağappaq qar ilə örtülmüşdü. Burada dağların yuxarısı ismi birləşmədir. Yəni bu ismi birləşmə mübtədanın ifadə vasitəsidir. Yer zərfi yox. 2-ni çıxdım. Rayonumuz şəhərdən xeyli uzaqda idi. Hara uzaqda idi rayonumuz? Bu 3 də olmaz. Aşağı zülmət qaranlığa bürünmüşdü. Hara? Aşağı 4-ü götürə bilərəm. Baş verən hadisələrdən yuxarılar yeni xəbər tutdular. Nə tuturdular? Nə də tuturdular? Kim? Yuxarılar. 5-i də götürə bilərəm. 1, 4, 5 D variant. Düzəltmə zərflər işlənmiş cümlələri seçin. Tamamilə beləcə yox. Bu çünki ədatdır da, qrammatikdir. Bu olmaz. Dəfələrlə yavaşca ədatdır. Olmaz. Bütünlüklə olar bir də. Deməli 1 oldu. 3 oldu. Bir də 5 oldu. E variantı. Cümlələr əsasında uyğun fikirləri müəyyən edin. Gecələr ay gülməz, buludlar qara, boğulur varlığım hər bir addımda. Burada gecələr zərfdir. Nə vaxt, nə zaman ay gülməz? Gecələr. Qoy uzansın gecə, geciksin səhər. Nə uzansın? Buradakı isimdir. Nə geciksin? Səhər. Bu isimdir. Yuxuya getməsin məclisdəkilər. Sonra zərf ismi ait şəkilcə qəbul etsə də sintaktik vəzifəsi dəyişməyib. Bir düzgün fikirdir. Gecələr ismat cəm şəkilçi qəbul edib, amma yenə də zərf olaraq qalıb. Çünki zaman zərfi isimləşə bilmir. Zərflə omonim olan söz işlənməyən nümunədə zərfliklər işlənib. Burada gecələr sözü zərfdir, zərflikdir daha doğrusu. Deyir zərfliklər işlənib. Bir də nədir? Boğulur. Nə boğulur? Varlığım nə vaxt, nə zaman hər bir addımda boğulur. Və zərflə omonim olan söz yoxdur. Yəni, baxdım, yoxdur. Deməli, bu 2 doğru fikirdir. 2-ni yanlışın altından götürə bilmərəm. Antonim zərflər, indi keçək bura. Antonim zərflər işlənib. Xeyr, bunlar dedik isimdir. 3 səhv fikirdir. 3-ü götürə bilmərəm. Zərf işlənməyən nümunədə zərf işlənməyən nümunədə düzdür. Kökü zərf olan düzəltmə söz də işlənməyib deyir. Amma burada kökü zərf olan söz gecik sözüdür də. Gecdən gecikmək, geciksin. Zərf olan düzəltmə söz işlənməyib deyir, səhv deyir. 4 səhvdir. Deməli, A variantı olar. Sonra şükür eləyirəm ki, bizlərdən həm əvvəl, həm də sonra vətən var. Burada zərf yoxdur. Bizlərdən əvvəl, bizlərdən sonra. Bunlar qoşmadır. Çıxışlıq halda işlənəndə bilirik ki, qoşmadır. Nə deyir? Təhnə aid olan fikir. Bir-birlə antonimik zərf yoxdur. Zərflərdən biri deyir, yox. Zərflər hərəkət izah etmir, zərf yoxdur. Zərf işlənməyən nümunədə zərflə omonim sözlər mövcuddur, bəli. Qoşmalardır və omonimdir zərflərlə. Bu da səhvdir.
Heyrətlə göy üzünə baxıram hərdən. Heyrətlə baxıram, bu nədir? Düzəltmə, tərzi hərəkət zərfidir. Hərdən zaman zərfidir. Bu da düzəltmədir. Səyyar fikrim ulduzlarla durur yanaşı. Bu da tərz hərəkət zərfidir və bu da düzəltmədir. Deyir, kökü fe'llə omonim olan düzəltmə zərf işlənib. Fe'llə omonim olan yanmaq fe'li ilə omonim, yanaşı. Yanmaq fe'llə omonimdir. 1 düzdür. Zərflərin 3-ü də qulurca düzəltmədir. 2 düzdür. Zərflərdən biri hərəkəti izah etmir. Burada elə bir şey varmı? Hərdən baxıram, heyrətlə baxıram, yanaşı durur. 3 səhvdir. Hamısı fe'lə aiddir. Kökü maddi varlı forması olmayan isim olan zərf, zərflik rolundadır. Bu heyrətlə sözüdür ki, heyrət sözü maddi varlıq forması olmayan isimdir, yəni mücərrəd isimdir. Bəli. 1, 2, 4 D variantı əvəzlikdən düzələn zərfdən fərqli olaraq hərdən sözünü deyir. Sonuncu zərf xəbər şəklində olan fe'li izah edir. Xeyr, o da xəbər şəklində olan. Baxıram indiki zaman, bu da indiki zaman. Hər ikisi xəbər şəklində olan fe'li izah edib. 5-də səhv fikirdir. Aşağıdakı cümlələri nəzərə alaraq uyğun fikirləri müəyyən edin. Belə dursun. Deyir ki, buraya nə qədər gəlsəm də gözüm doymur. Burada bir dənə buraya sözü yer zərfidir. Başqa zərfim yoxdur. Nə qədər dedik əvəzlikdir. Dünən deməli zamandır. Yaman yorğun idim. Bu da tərs. Səhərəcən bu da deməli zamandır. Almanca bu tərzdir. Bilənlərdən bir dəfə, digərlərindən isə çox soruşdular. Bu da kəmiyyətdir. Bu da kəmiyyətdir. İndi baxsaq, deyir, yalnız bir cümləyə aid olan fikirdir. Zərfin qulurca fərqli növləri işlənmiş. Fərqli növləri işlənmiş bu cümlədə məna növləri fərqli olan zərflər işlənməyib. Bu fikir bura aid deyil. Çünki burada fərqli növ yoxdur. Fərqli növləri işlənmişdir, yəni qulurca. Burada bir dənə sadədir. Buna da aid deyil. Burada da hər ikisi, daha doğrusu hər üçü sadədir, qulurca. Bu cümləyə aid ola bilər, fərqli növ var. Almanca düzəltmədir, bir dəfə mürəkkəbdir, çox sadədir. Amma məna növləri fərqli olan zərf işlənməyib deyir. Bu tərzdir, bu da kəmiyyətdir. Deməli, ümumiyyətlə səhv fikirdir. Biri çıxdım variantlardan. Sözlərdən biri başqa cümlədə zaman zərfi kimi də işlənə bilər. Zaman zərfi kimi işlənə bilər. Bu hansı ola bilər? Bu, bir dəfə söz ola bilər. Məsələn, deyirəm ki, bir dəfə görüşərik. Elə olanda zaman zərfi olacaq. 2 deməli düzgündür. Başqa heç birində yoxdur belə bir söz. 2-ni götürdüm. Yalnız 2 cümləyə aid olan yanlış fikirdir. Fe'llə omonim olan zərf işlənib. Fe'llə omonim olan zərf. Burada yaman sözü yox. Yaman sözü olar. Fe'llə omonim olan zərf var burada. Yamanmaq fe'li ilə. Bunun üçün doğrudur. Amma digərlərində yoxdur. Bunun üçün də yanlışdır. Bunun üçün də yanlışdır. Deməli, 2 cümlə üçün yanlış fikirdir. 3-ü götürdüm. Qulurca düzəltmə olan zərfdə vurğu sonucu hecanın üzərinə düşür. Burada qulurca düzəltmə olan zərf Almanca sözüdür. O da vurğu bura qəbul eləməz. Almanca bura qəbul eləyər. Yəni sonucu hecanın üzərinə düşə bilməz. Bu hər bir üçün yanlış fikirdir. 4. 4 hamısı üçün yanlışdır. Heç bir cümləyə aid olmayan fikirdir. Zərfin 3 müxtəlif məna növü işlənmişdir deyir. Elə bir şey görmədik ki, 3 müxtəlif məna növü olsun. Ən çox buradaydı. O da tərzlə kəmiyyətdir. Deməli, 5 heç birinə aid deyil. Mürəkkəb miqdar zərfi işlənmiş bu cümlədə, yəni bir dəfə. Yer zərfi işlənməyib deyir. Bəli, buna aid doğru fikir olar. Ona görə bunu götürə bilmərəm. B variantı. Hansı cümlədə işlənmiş zərfə əsasən demək olar ki, yer zərfi olan bu söz
fərqli cümlədə başlanğıc formada olmayan fe'l kimi işlənə bilsə də homonimlik yaratmır. Bizə yer zərfi lazımdır və o başqa cümlədə fe'l kimi düşünülə bilsin. Bu irəlidə sözü ola bilməz. Çünki irəlidə sözünü fe'l kimi düşünmək olmur. Burada yenə gözləyəcəm. Yenə deməli zamandır, bizə yer zərfi lazımdır. Bunların əksəri yaxın qohumlarımızdır. Burada zərf yoxdur. Yaxın sözü sifətdir. İsmin qarşısına gəlib. Deyəsən bura bizdən başqa gələn yoxdur. Bura yer zərfidir. Burmaq fe'li ilə deməli bura arzu şəklində olan kaş bura. Yəni burmaq fe'li ilə homonim kimidir. Amma başlanğıc formaları fərqlənir deyə bunun başlanğıc formasıdır burdur da. Homonimlik yaratmır de olar. Dünən onun izahını yaman dedin. Ha, burada da yer zərfi yoxdur. Dünən deməli zamandır, bu da tərzdir. Uyğun fikirləri müəyyən edək. Kəmiyyət səhvləri qulluqca sadə və mürəkkəb ola bilsələr də düzəltmə olmur. Niyyət tamamilə, bütünlüklə bu səhv fikirdir. Biri götürmürəm. Tələm, tələsi, için, azmaz kimi sözlər, zərflər, tərəflərindən biri və ya hər ikisi ayrı mürəkkəb sözlərdə. Bəli. Bunlar tərəfləri ayrı-ayrılıqda işlənmir heç birisi. Təklikdə, birlikdə sözlərinin kökü və yarandığı nitq hissəsi bir-birindən fərqlənir. Bəli. Tək sifətindən, bir sayından kök bunlardır, amma hər ikisi isimdən yaranıb, təklik ismindən, birlik ismindən yaranıb, bir-birindən fərqlənir. Bu doğru fikirdir. Qarşısına yanlış yazıb. Ona görə üçü də götürə bilmərəm. Sizin mövqeyiniz bizimlə daban-dabana ziddir cümləsində zərf işləmişdir. Bəli, daban-dabana sözü. Biz sabahımıza inanırıq. Nəyə inanırıq? Bu zərf ismin sualına cavab verir. Xeyr. Bunun özü elə isimdir. Zərf deyil bu. Demək, yanlış fikirdir. Qarşısına da yanlış yazıb, ona görə 5 ilə götürə bilərəm. Sonra irəlidə əskərlər yan-yana düzülərək hərdən bir düşmənə cavab verirdilər. Burada yer zərfi var, yan-yana tərz var, hərdən bir zaman var. Gözlənilmədən Aysel Hövlanc, bu düzəltmə tərzdir, ayağa qalxdı və qabağa addımladı. Bu da yer zərfidir. Deyir, qulluqca düzəltmə. Nə deyir bu? Cümləsindən fərqli olaraq bu cümlədə işlənmişdir. Qulluqca düzəltmə olan tərz hərəkət zərfi. Bəli. Hövlanc sözü, hövl sözü var. Hövlanc da düzəltmədir. Buradakı tərzimiz mürəkkəbdir. Biri götürdüm. Homonimliyi olan yer zərfi. Bəli. Qabağa sözü. Qabaq sözü isimlə, sifətlə, homonimliyi olan yer zərfidir. Kökü isim olan fe'ldən düzələn zərf. Kökü isim olan fe'ldən düzələn zərf yox. Görmədim. Təəssüflənən fe'l ilə əlaqələnmiş yer zərfi. Bu hər ikisində var. Qabağa addımladı. İrəlidə cavab verirdilər. Hər ikisi var. Deməli, bu çıxdı. İsimlə homonimliyi olan təyin ronda çıxış edə bilməyən zərf. Bu qabağa sözüdür. İsimlə homonimliyi var, amma təyin mövqeyində olmur. Məsələn, qabaq sıralar deyəndə o qabaq təyini sifətdir, zərf deyil. Ümid edirəm, aydın oldu. Bayaq sakitcə dayanmış uşaqlar gülə-gülə içəri keçdilər. Burada sakitcə düzəltmə deyil, bu çünki ədaddır. Bayaq bu zərfdir, zaman zərfidir. Sakitcə tərzdir. Bunlar ikisi də sadədir. Gülə-gülə fe'li bağlamadır bu heç. İçəri, bu da sadə yer zərfidir. Tərz bildirən zərf qulluqca düzəltmədir deyir. Bu yanlış fikirdir. Yer zərfi başqa bir cümlədə müftədən ifadə vasitəsi ola bilər. Bəli, içəri aydınlıqdır. Hara aydınlıqdır? İçəri doğrudur. Zərflərdən yalnız biri müstəqil şəkildə cümlə üzrün ifadə vasitəsidir. Bəli, nə etdilər? Keçdilər. Kim uşaqlar? Hansı uşaqlar? Bayaq sakitcə dayanmış. Haraya keçdilər? İçəri. Bir dənə bu içəri sözü müstəqil şəkildə cümlə üzvüdür. Zaman zərfindən sifət düzəltmək mümkündür. Bəli, bayaqçı.
olar. Qulurca mürəkkəb olan zərf işlənmiş nümunədə, xeyr, qulurca mürəkkəb olan zərf yoxdur. Hamısı sadədir. Bu da bura gedər, B variantı. Hansı fikir cədvəlin yalnız sual işarəsi qoyulan hissəsinə yazıla bilər? Homonimliyi olan sözlər mövcuddur. Miqdar zərfi və tərz hərəkət zərfi hər ikisində var. Məsələn, tərz hərəkətdə yaman sözü, yamanmaq feili ilə, miqdarda da çox sözü ədatla homonim ola bilər. Deməli, bu ortaya yazılar da bura aid deyil. Eyni sözün təkrarlı əmələ gələnlər, məsələn, 5-5, dizin-dizin tutalım. Tərz hərəkətsə dizin-dizin sürünürdü. Bu, hər ikisi aid ortaqdır. Hərəkət və keyfiyyət bildirən sözü izah edə bilər. Deyirəm, yaman yorğundur desəm, tərz hərəkət zərfi keyfiyyət bildirən sözü izah edəcəm. Miqdar zərfi də edə bilər. Miqdar zərfi də nümunə tapaq. Hava xeyli istidir, məsələn, ola bilər. Xeyli miqdar zərfidir. Bütünlüklə büsbütün kimi sözlər bu məna qrupundadır. Bu, yalnız bura yazılar. Tərz hərəkətə aid deyil. Bunlar miqdar zərfləri. Digər nitq hissəsilə ortaq olan sözləri var. Bəli, var. Bayaq bunu demişdik. Yaxşı, pis. Bunlar sifətlə tərz hərəkət zərfinin ortaq sözləridir. Çox, az. Bunlar da sayla miqdar zərfinin ortaq sözləridir. Artırmaq olar. Məsələn, xeyli, bir qədər və s. Azacıq. Sonra burada bunları görəndən sonra dedikləri ilə qismən miqdardır. Razı oldum tamamilə. Bu da miqdardır. Hər ikisi miqdar. Şəhərdə təsadüfən rastlaşdıq. Bu tərzdir. Sırağa gün zamandır. Yorğun halda sifətdir bu heç. İndi yaxşı idi. İndi bu da zamandır. Kökü feil olan düzəltmə zərf işlənib. Burada düzəltmə zərfimiz var ki, yoxdur. Var əslində, təsadüfən sözüdür. Bu da isimdən düzəlir. Heç birinin doğru olmadığı deyil, bu doğru deyil. Düzəltmə tərz hərəkət zərfindəki saatlərdən biri uzun tələffüz edir. Təsadüfən sözündə uzanma yoxdur. Bu da səhvdir. Cavabım A olar. Mürəkkəb zaman zərfi işlənib. Xeyr, sırağa gün sadədir. Nümunədə cəmi 3 zərfə rast gəlinir. Bu doğrudur. Yer məzmunlu söz şəhərdə. Yer məzmunlu söz olsa da yer zərfi yoxdur. Doğrudur. Zaman zərfləri qulluqca sadədir. Bəli, sırağa gün, indi. İkisi də sadədir. Səs uzanması olmayan zərfdə leksik şəkilci var. Bəli, doğrudur. Təsadüfən yaranıb. Zərflər zərfliyin ifadə vasitəsidir. Rastlaşdıq. Nə vaxt, necə rastlaşdıq? Təsadüfən rastlaşdıq. Zərfliyin ifadə vasitəsidir. Yaxşı idi. Nə vaxt, indi. Deməli, bu da var. Qulluqca mürəkkəb, daha doğrusu qulluqca düzəltmə olan 2 zərf var. Deyil, xeyr. Bir dənə təsadüfəndir. Zərflə ortaq olan sözlərdən biri xəbər rolundadır. Bu da yaxşı sözüdür ki, xəbərdir bu cümlədə. Deməli, bu düzdür. Uyğunluğu müəyyən edin. Tərz hərəkət zərfinin cümlə üzünün ifadə vasitəsi olmadığı nümunə. Zərf morfoloji dəyişikliyə məruz qalsa da sintaktik vəzifəsini itirməyib deyir. Baxaq. Yolun aşağısını yeni ildə düzəltmişdilər. Burada tərz hərəkət zərfi yoxdur. Nə də ki, morfoloji dəyişikliyə məruz qalıb sintaktik vəzifəsini itirməyən zərf yoxdur. Ona görə A-nı çıxdım. A-nı çıxdım buralardan. Əskərlərimiz səngərdə dizin-dizin sürünürdülər. Burada tərz hərəkət zərfi var, amma müstəqil cümlə üzüdür. Bu B-ni də çıxdım. Cavabımız nə tez çıxdı? B variantı. Həvəslə danışması zaldakıları heyran etdi. Nə etdi? Heyran etdi. Kimi zaldakıları nə heyran etdi? Həvəslə danışması tərkibin içindədir deyə. Bu müstəqil cümlə üzü deyil. Tərz hərəkət zərfidir həvəslə sözü. Kəndin uşaqları bərilərdə çiçək toplayırdılar. Nə edirdilər? Toplayırdılar. Nəyi? Çiçəyi. Bu bəri sözü zərfdir, yer zərfidir. Morfoloji dəyişikliyə məruz qalıb, yəni şəkilçilər qəbul edibdir ismə aid, amma harada toplayırdılar. Yenə də zərflik olaraq qalır. Sintaktik vəzifəsini itirməyib. Bura D-ni gedər.
Onun dərdi mövzunu bizə təkrar oxutmaq idi. Onun dərdidir. Nə? Mövzunu bizə təkrar oxutmaq. Bu da xəbərin tərkibindədir bu tərzi hərəkət zərfi, müstəqil cümlə üzvü deyil. Sonra qismən tərs davransa da, qismən nədir? Kəmiyyət, miqdar zərfi, tərs davranmaq. Bu tərz hərəkət zərfi, həmişə zaman zərfi, düzə düz deyib, əyri əyri deyib. Burada da sifətlərdir. Sadəcə isimləşib. Nümunədə yalnız yer zərfi işlənməyib deyir. Tərz var, zaman var, kəmiyyət var, yer yoxdur, bəli. Tərz hərəkət zərfləri bir-birlə antonimdir, xeyr. Burada bir dənə tərz hərəkət budur. Tərz hərəkət zərflərindən ikisi qulluqça düzəltmədir. Yox, ikisi deyil, axı bir dənə tərz var. Zaman zərfi tərsiflənən feilə aiddir. Həmişə deyib, bəli, bu düzdür, bunu götürə bilmərəm. 1-3 olacaq, E variantı. Düzəltmə zərfləri müəyyən edin. Taziyanə isimdir, dəfələrlə düzəltmədə, xoşbəxtcəsinə mürəkkəbdir. Kamalla bir də mərdanə. Yox, kamalla yox. Kamalla bu isimdir, axı. İsim plus qoşmadır ilə qoşmasıdır. 2 ilə 4 olar bu. E variantı. Boş xanalardan yalnız birinə yazıla bilər. Tərkibində zaman zərfi vardır. Tərkibində yer zərfi yoxdur. Dostlarım qabaq bu kənddə yaşayırdılar. Bu zaman zərfi var. Yer zərfi yoxdur. Burada yazıla bilər. Siz küçənin abadlığı üçün ara sıra pul toplayıb təmir işləri aparın. Burada yer zərfi yoxdur. Bura yazılır. Ara sıra zaman zərfidir. Bu da burada yazılır. Balacalar tez-tez yeriyir. Sürətlə yeriyir. Bu tərzdir. Atalarından geridə getmək istəmirdilər. Bu da yer zərfi var. Heç birinə yazıla bilməz. Hələlik gələnləri digər otaqda əyləşdirin. Hələlik zaman zərfi. İçəri təmizlənsin. Yer zərfi də var. Bura yaza bilmərəm. Demək cavablı variantı. Bəziləri orada burada danışır. Bu yer zərfidir. Bura yaza bilmirəm. Yad pointlər bu tərəflərdə görünür. Zaman da yoxdur deyə orada yaza bilmirəm. Cədvələ əsasən uyğun fikirləri məndir. Yan-yana bu tərzdə hərəkət. Bu deməli oldu tərz hərəkət. Yana-yana bu da oldu feili bağlama. Qulluqca mürəkkəb olan zərfdir. Bəli. O şəxs əvəzindən sonra gəlsə vəziyyətdən sonra vergül işlənər. Bəli. Buna aid deyil. Çünki bu feildir. Odan sonra feil gəlsə vergül olmayacaq. Amma zərfə aid deyil o fikir. Cümlədə zərfin ifadə vasitəsi ola bilər hər ikisi. Hərəkət məzmun daha qabarıqdır. 1-2-4 düzdür. Tərkib əmələ gətirib cümlə üzvü ola bilir feili bağlama. Yalnız zərfin xüsusiyyətini özündə daşıyır. Zərf. Çünki feili bağlama həm feilin, həm zərfin xüsusiyyətini daşıyır. Hansı cümlələrdə kəmiyyət zərfi var? Büsbütün. Əsər sona qədər oxudum. Çox təsirlidir, yox. Bu çox ədatdır. Onun dedikləri qismən. Qabil bizə dönə-dönə dedi ki, yəni dəfələrlə dedi. Deməli, bunlar olar. Qubadan azmaz alma gətirmişdim. Bu saydı. 5-də olmaz. A variantı olar. Uyğunluğu müəyyən edin. Düzəltmə zərf səhvdən yarana bilməz. Niyə? Bu yanlış fikirdir. Çünki məsələn həmişəlik zərfdən düzələr. Daha şəkilçi ilə düzələn istənilən zərfin kökü isimdir. Xeyr, məsələn onda. Bu da yanlış fikirdir. Qarşısına da yanlış yazıb deyə beyni götürə bilərəm. Həm say, həm də zərf kimi çıxış edə bilən sözlər sözün qulluqca yalnız 2 növünə aid olur. Yox. Məsələn, çox sadə, həm say, həm də zərf kimi çıxış edir sadə. Azacıq düzəltmə. Bu da həm say, həm zərfdir. Bir də o qədər. İkisi də say və zərf ola bilir. Demək, 3 növündə də ola bilər. Yer zərfləri isimlərdən fərqli olaraq əvvəlində təyinlə işlənə bilər. İsimlərdən fərqli olaraq bu o deməkdir ki, isim təyinlə işlənə bilmir də. Bu səhv fikirdir. Tərz hərəkət zərfləri əlamət bildirən sözə də aid ola bilər. Tərz hərəkət zərfləri. Məsələn, yaman yorğundur. Doğru fikirdir. Qarşısına yanlış yazıb ona görə götürə bilmərəm. Cədvəldən bütün uyğun sözlərin yalnız zərf kimi düşünülə bilən sözdür. Mənlə.
Amiranə ilə çəpəki həm sifət olur, həm də zərf olur. Həm zərf, həm başqa nitq hissəsi kimi düşünülür. Qeyri-ixtiyari sifət və zərf olur. Baxır ondan sonra fe'lin gəlməyinə, yoxsa ismin gəlməyinə. Mütləq sözü. Bu da deməli sifət və zərf olur. Yenə sözü isə yenmək fe'li. Kaş yenə, kaş ona qalib gələ mənasına fe'l və zərf ola bilər. B variantı. Hansı cümlələrdə fərqləndirilən söz zərf deyil? Möhtəşəm ifa etmək bu fe'lin yanında gəlib zərfdir. Bugünkü iclas zərf deyil. Xəbər sizə tərs getmişdi, bu zərfdir. Hökümlü şəkildə zərf deyil, çünki ismə aiddir. Saymazyanı hərəkət, bu da zərf deyil, çünki ismə aiddir. A variantı. Hansı cümlədəki zərfin məna növü yanlış göstərilib? İşlər bitmədi. Sonra işçilər işi buraxıb. Burada sonradır, zaman zərfidir, doğrudur. Bizə yanlış lazımdır. Tez-tez yerisə də, yəni cəld yerisə də. Bu tez-tez yerimək, cəld yerimək mənasında tərz hərəkətdir. Zaman yazıb qarşısına, deməli yanlış budur. Oralarda yer zərfidir, qarşısına yer yazıb. Mən dərsi yenidən oxusam da tərzdir. Hər günün öz marağı olduğunu yenicə kəşf etmişdi. Bu da zamandır. Hansı cümlələrdə zərf olub olmadığını əminlə demək olmur? Səhər yeməyini yeyəndə zəng etdi. Bir deyirəm, səhər yeməyini yeyəndə zəng etdi. Bir də səhər yeməyi. Səhər yeməyi kimi düşünsəm bu isim olacaq. Amma səhəri tək düşünsəm zərf olacaq. Yəni bunu demək olmur dəqiq. Qadirdən əvvəl səni soruşdum. Bir də belə. Bu şəkildə qadirdən sözünü ayırsam bu zərf olacaq. Qadirdən əvvəl səni soruşurum. Yəni birinci səni soruşdum, sonra qadiri soruşdum. Bu da zərf düşünmək olmur. Yəni daha doğrusu zərf olub olmadığını demək olmur. Sərras ateş etdi, bu yox. O çaparaq gəlib bizə salam verdi. Bu da yox. Bu çaparaq gəlib deməli zərfdir. Çünki özündən sonra deməli nə var? Vergül var. Fe'li bağlama olsaydı gərək burada vergül olmayaydı. Gözəl danışırdı. Bir yaxşı mənada gözəl danışırdı. Bir də gözəl adama da olar. Bu isim olar. Gözəl danışırdı. Mən də dinləməkdən doymurdum. Yəni ki 1, 2, 5 olar. Tərkibində zərflərdən yalnız zaman zərfi olan cümlələr üçün hansı fikir istənilən halda ortaqdır? Zaman zərfi deyirsə, zərf tərəfləri ayrı yazılan mürəkkəb söz deyil. Niyə o gün ola bilər, bu gün ola bilər, bu səhvdir, bir dəfə ola bilər. Cümlədəki zərf isimləşməyib. Bəli, zaman zərfi isimləşməyib. Cümlədəki zərfin kökü say deyil deyir. Kökü say deyil. Məsələn, çoxdan sözü. Çoxdan sözü ola bilər. Kökü saydı. Bu da çıxdı. İsmi birləşmənin əsas tərəfi ola bilməyən zərf var. Bu səhvdir. Cümlədə ən azı bir söz zaman məzmun ifadə edir. Bəli, bu da düzdür. Yəni burada 2 cavab var. Hansı cümlələrdə müstəqil şəkildə cümlə üzvü olmayan zərf var deyir. Nə etməliyik? Gözləməliyik. Nəyi gözləməliyik? Yuxarıların fikrinin nə olacağını, bu tamamlıq. Bu yuxarıların sözü zərfdir və müstəqil cümlə üzvü deyil. Çünki yuxarıların fikri və hətta bu tərkibin içərisindədir. Biri götürdüm. Çalış ki, bu günü yaşa, amma dünən olanları, burada dünəndir zərf. Bu gün bu ismi birləşmədir. Dünən olanlar tərkibin içində gəlib, deməli parçalana bilməz. Özündən sonra fe'l sifət var. Aşağıdan baxanda. Aşağıdan zərfdir. Baxanda fe'li bağlamasına aiddir. Deməli parçalana bilməz. İndi mən qısılmışam gecələrin qoynuna. Gecələr burada isimdir. Nəyin qoynuna? Gecələrin. Bu isimdir. Səhərlərimi, nəyi, gündüzlərimi, nəyi? Bunlar deməli isimdir. Cavabım olar B variantı. Sonra hər tərəf və hər gün sözləri zərf kimi çıxış edir. Xeyr, bu hər tərəf ismi birləşmədir. Düzəltmə tərz hərəkət zərfinin kökü sifət ola bilər. Məsələn, dahiyanə, çəpəki, bunların kökü sifətdir. 2 düzdür. Yer zərfləri içərisində düzəltmə sözlərdən biri də bura sözdür. Xeyr, bura sözü sadə sözdür. 3 səhvdir. Uşaq çox halsızdır. Bu ədaddır.
Bir dəqiqə Turan. Bir dəqiqə. Uşaq xeyli narahatdır. Buradakı xeyli sözü zərfdir. Bu isə ədatdır. Ortaq cəhət tərkibində zərf olması ola bilər. Xeyr, yanlış fikirdir. Götürdüm. Miqdar zərfləri içərisində say kimdə işlənən mürəkkəb söz yoxdur. Məsələn, o qədər sözü həm say olur, həm də zərf olur. Deməli, bu da yanlış fikirdir. Zərflər ismi birləşmədə aslı və əsas tərəf ola bilər. Bəli, ola bilər. 2, 4, 5 D variantı. Klasteri tamamlayın. Həm zaman, həm də tərz hərəkət zərfi var. Gecə meşədə qaldıq. Burada zaman var. Yaman qorxduq. Tərz var. Hətta burada yer də var. Sonra günorta onunla qarşılaşmışdım. Burada zaman var. Daxilən istirab çəkdiyini hiss edirdim. Burada da tərz var. İndi bizə nə lazımdır? Gəlin biri qoyaq, baxaq. 1-ə B yazsaq, 2-ə C yazmalıyıq. Cümlədə kəmiyyət zərfi yoxdur, deyir. Bəli, düz deyir. D yazsaq, cümlə aylıqda isim kimi də çıxış edən zaman zərfi ilə başlar. Gecə sözü, bəli, aylıqda nə sualına cavab versə, isim kimi çıxış edəcək. Zərfin 4 məna növünə aid nümunə tapmaq olar, deyir. Xeyr, burada 3 dənə gördük, başqa da görmədik. Daha doğrusu bu. 1-ə B yazsaq, 2-ə F, günorta, bir də daxilən, bu an, bir də bu da zamandır. Ona heç nə demədim. Burada 2 dənə məna növ var da. F səhvdir. 1-ə B yazsam, 2-ə F yaza bilmərəm. Bu səhvdir. Bəs bura yaza bilərəmmi F-i? Zərfin 4 məna növünə aid nümunə tapmaq olar. Burada zaman var, tərz var, bir də yer var. Bu da səhv fikirdir. A da yazsam, F-i yaza bilmərəm. Bu da çıxdı. Deməli, qaldı C, D. Bunlara baxdı, E-yə baxaq. Zərflərdən ikisi qulurca mürəkkəbdir. Günorta mürəkkəbdir. Bir də bu an mürəkkəbdir. Cavabım hansı söz birləşməsinin əsas tərəfindəki sözü başqa nitq hissəsi olan sözlə əvəzləməklə aslı tərəfi zərfə çevirmək olar? Bunun özü də zərfdir, bu heç. Bu da zərfdir, bu da heç. Dümağ, rəng bildirənlər yalnız sifət olar, bu heç. Gümüşü rəng bildirir, yalnız sifətdir. Burada eyni. Az çox danışmaq desəm zərf olar. İndiki halda saydı. Sonra bir dəqiqə. Nümunələri müqayisə edərək ortaq fərqli cəhətlər. Yaman qocalmısan. Bu tərz. Bildir belə deyildin. Bu da zaman. Dönə-dönə tapşırmışam. Bu kəmiyyət. Çox işləyin. Bu da kəmiyyət. Daha təkrar etməyəcəm. Təkrar etməyəcəm. Bu da bir yerdə feildir. Deyir ki, ortaq cəhətlər cümlə tərz hərəkət zərflə başlar. Xeyr, biri tərzdir, biri kəmiyyətdir. Biri çıxdım. Nümunədə omonim zaman zərfi yoxdur. Bildir sözü, bəli, omonim deyil. Çünki vurğu fərqlənir feil olanda. 2 düzdür. Fərqli cəhətlər. Cümlədəki mürəkkəb feilin tərkib hissələrindən birincisi aylıqda zərf kimi işlənir. Təkrar etməyəcəm sözü, bəli. Təkrar sözü aylıqda tərz hərəkət zərfi ola bilir. 3 düzdür. Nümunədə 2 kəmiyyət zərfi var. Bəli, çox, bir də dönə-dönə. Bu da düzdür, fərqli cəhətdir. E variantı. Dönə-dönə. Bomboş qalmış evə girincə, bomboş qalmış. Bu tərzdir. Girincə bu feil bağlamadı. Tamam həyəcanlandım. Bu kəmiyyət zərfidir. Amma möhkəm olmalı idim. Bu möhkəm olmaq feilidir. Doğru olan hansı fikirlər ədalətlə davranmağı, bu tərzdir. Çox xoş idi, bu ədatdır. Belə olanda ona hörmətin, bu əvəzlikdir. Ona hörmətin 1-ə 5 artır. Bu da kəmiyyət zərfidir. Cümləsi üçün yanlışdır. Yəni, bunun üçün doğru olmalıdır, bunun üçün yanlış. Cümlədə deyir, yalnız 2 zərf var. Hər ikisi üçün. Hər ikisində 2 zərf var. Bunu gördük. Biri çıxdım. Cümlənin ilk sözü zərf deyil. Hər ikisinin ilk sözü zərfdir. Bunu da çıxdım.
Cümlədə mürəkkəb zərfi yoxdur. Burada yoxdur, bunun üçün doğrudur. Amma burada var 1-ə 5. Deməli, ikinci üçün yanlışdır. Bunu götürdüm. Cümlədə kəmiyyət zərfi var. Hər ikisində var. Burada tamam, burada 1-ə 1. Deməli, bunun üçün cavabım C variantı olar. Müqayisə cədvəlindən uyğun fikirləri tapaq. Tərkibində deyir, həm sadə, həm də mürəkkəb sözlər var. Bu ortaya yazılmalıdır. Çünki zaman zərfində məsələn indi sadə, axşam tərəfi mürəkkəb. Yer zərfində aşağı, yuxarı bunlar sadə, sağa sola mürəkkəb. Yəni bir ortaya yazılmalıdır. İsmin sualına cavab verib zərflik kimi. İsmin sualına cavab vermir də. Bu ismin xüsusiyyətlərini qəbul edər. Məsələn, cəm şəklisi qəbul edər, amma zərflik kimi qalar. Bu demək deyil ki, ismin sualına cavab verir. Yenə də nə vaxt sualına cavab verəcək. Demək, 2 ümumiyyətlə səhv fikirdir. 1-2 səhvdirsə, bunlar çıxdı. Bütün cümlə üzvləri rolunda çıxış edə bilər. Bəli. Yer zərfi həm, amma zaman zərfi zərflik rolunda çıxış edir. Başqa nitq hissəsi ilə ortaq morfoloji sualı var. Hara sualıdır bu, hara sualı. İsimlə ortaq sualdır. Zaman zərfində bu yoxdur. Aha, yaxşı. Sonra bu növə daxil olan mürəkkəb zərflər bitişik də yazıla bilər. Bu 5 də doğru fikirdir. Məsələn, yer zərfi üzü aşağı, üzü yuxarı, bunlar bitişik yazılır. Axşam tərəfi, anban, günbəgün, bunlar da zaman zərfləri olaraq bitişik yazılır. Cavabımız olar D variantı. Müstəqil cümlə üzvü olarsa yalnız feillə ifadə olunmuş xəbərə aid olur. Xeyr, bu səhvdir. Yer zərfi ismi xəbərə də ola bilər də. Bayaq demişdik, aşağı qaranlıqdır, yuxarı sakitlikdir və s. Eyni ilə zaman zərfi də. Günorta isti idi deyirəm. Nə vaxt, nə zaman günorta. Hansı fikir zərflərdən yalnız birinə aiddir? Birlikdə deməli düzəltmədir. Türkcə düzəltmədir. Bura sadədir. Qulluqca sadə zərfdir. Elə bu. Bir dənə buna aiddir. İsimdən düzələn zərfdir. Birlik burada yazıla bilər. Buna da yazıla bilər. Tərz hərəkət zərfidir. Birlikdə də, türkcədə bu C-lər bura. Müstəqil olaraq zərflik kimi çıxış edə bilər. Hamısı eləyə bilər. Bunun hamısı. Yazılışı və tələffüzü eyni olan zərfdir. Türkcə, bura, birdən birlikdə bu xıştırıqla olur. Yəni yazılışı tələffüzü eyni olan zərf ikisinə aiddir. Ona görə bu da çıxdı. Boş xanalardan yalnız birinə yazıla bilər. Öz-özünə danışan, öz-özünə danışmaq tərzidir. Sağa sola yerdir. Daha doğrusu burada A yazaq. Qəfildən bir dəqiqə. Qəfildən deməli tərzdir. Geri də yerdir. İndi addım başı, indi zamandır, addım başı deməli bu nədir? Addım başı tərzdir. Hər yerdə səndən danışır. Bir dənə bur, yer də yoxdur burada. Onunla üz-üzə gələndə, üz-üzə gəlmək tərzdir. O üzü yuxarı, bu da yerdir. İşdə irəli getmək bu frazemdir. Dəridən qabıqdan çıxmaq bu da frazemdir. Burada üz-üzə gəlmək də biz burası yazdıq, səhv yazdıq. Üz-üzə gəlmək tərzdir də bu da frazemdir. Amma yer zərfi var, üzü yuxarı. Ya da yox, onunla üz-üzə gələndə o üzü yuxarı çıxırdı. Üz-üzə gəlmə frazem kimi bu mənanı ifadə eləmir də. Bu sadəcə qarşılaşıblar üz-üzə gəlmək. Yox, elə düz yazmışıq bayaq. Bu üz-üzə gəlmə tərzdir. Bu üz yuxarıda yer zərfidir. Aha. Bizdən doğru yanlış cədvəl istəyir. Deyir ki, burada inşi zaman zərfidir. Bəzən tərz. Tərz nədir? Bu da zaman. Səhərə qədər bu da zaman. Axşamlar zaman. Dəfələrlə. Bu da dəfələrlə eyni müqayisə dönüdür. Yəni bu da kəmiyyət. Aha. Deyir ki, nümunədə 4 zaman zərfi var. Bəli, bu doğrudur. Doğru cədvəlinə uyğundur. Zərflər içərisində düzəltmə olanı yoxdur.
Dəfələrlə bəs düzəltmədə axı yanlış fikirdir, yanlışa uyğun gedir. Zərflərdən biri qoşma ilə işlənib. Səhərə qədər sözüdür. Doğru fikirdir, doğruya uyğundur. Nümunədəki zərflərdən biri feillə homonimdir. Hansıdır ki? Elə bir şey yoxdur, yanlışdır. Yanlış uyğundur. Zaman zərflərindən yalnız biri aylıqda isim kimi işlənə bilər. Yalnız biri yox da səhərdə ola bilər, axşamda ola bilər. İkisi. Ona görə bu doğru olmalıydı, amma yanlış oldu. Cavabım E olar. Cədvəldən bütün uyğun sözləri müəyyən edin. Zərfin yalnız bir məna növü daxilində yer alır. Burada tez-tez yox. Bu tərz də olur, zaman da olur. Xeyl amma kəmiyyətdir. Bu da zamandır. Yox, bizə nə lazımdır? Uyğun olanları deyirsə 2-ni 3-ü götürməliyəm. Zərfin bir neçə məna növündə düşünülə bilər. Çoxdan düşünülə bilmir, yalnız zamandır. Dönə-dönə. Bu dəfələrlə mənasında kəmiyyətdir. Bir də qabaq olar. Qabaq zamanda ola bilər, zaman. Bir də yer ola bilər. 2-3-6 A variantı. Hansı nümunələrdə kökü və ya düzəldiyi nitq hissəsi zərf olmayan düzəltmə zərf iştirak edir? Dünənki aksiyada o dahiyanə danışırdı. Bunu götürmək olar. Kökü sifətdir. Çətindir mənimlə bircə yaşamaq. Birdən bircə yaranıb, 2-ni də götürmək olar. Sənin də gülüşlərinə bütünlüklə şeir yazılmaq. Bütünlüklə ola bilər. Bütün kökü də əvəzlikdir. Bütünlük isimdir. Deməli, 3-ü götürmək olar. 1, 2, 3 C variantı. Hələlik bu hələdən yaranıb, zərfdən yaranıb. Həmişəlik bu da həmişə zərfindən yaranıb. Verilən fikirlərin doğru və yanlış olduğunu. Zərf tərslənə və tərslənməyən feillərə aid olur, doğrudur. Zərf digər nitq hissələrinə də aid ola bilər. Bəli, bayaqdan məsələn, həmişə dağlar həmişə dumanlıdır, sifətə aid oldu. Ora qara sakitlikdir, ismə aid oldu və s. Bu da doğrudur. Tərz hərəkət zərfi yalnız feilə aid olur. Xeyr, sifətə də aid ola bilər. Yaman yorğundur, yaman qəşəngdir. 3 yanlışdır. Hərdən, ruhən, çəpəş, qəlbən kimi zərflər düzəltmə zərflərdir. Bəli, doğrudur. Zərf düzəldən şəkilçilərdən bir qismi vurğu qəbul etmir. Bəli, lalə, casına, ən bunlar vurğu qəbul etmir. Bir dənəsi yanlışdır, hamısı doğru. Bu A variantı. Bəli, A variantı. Hansı sözlər cümlədəki yerindən asılı olaraq həm qulluqca düzəltmə olan zərf kimi, həm də qoşmalı söz kimi düşünmək olar. Sonra sözünü qulluqca düzəltmə olan zərf kimi düşünə bilməyəcəm. Bərini də düşünə bilməyəcəm. Deməli, 3-ü, 4-ü, bunları çıxsam, cavabım qalar A variantı. Daxilən sözü yalnız düzəltmədir, bu heç. Qəzəblə sözünü həm isim, üstəgəl qoşma sxemi kimi düşünmək olar, həm də düzəltmə söz kimi düşünmək olar. Hansı sözlərin zərf olub olmaması cümlə daxilində daha dəqiq şəkildə müəyyən edilə bilər? Layiqincə zərfdir, doyunca feili bağlamadır. Bu 3 ilə 4-ü çıxsam, cavabım qalır A variantı. İndi bu nə deməkdir? Məsələn, deyirəm ki, payızda 3 fəsil var. Belə olanda isim olur da. İsim. Amma desəm ki, payızda görüşərik, nə vaxt, nə zaman, onda da zərf olur. Sonra birlikdə işləyərək, belə olanda zərf olur. Birlikdə deyirəm, neçə nəfər var, bu olan, elə olanda isim olur. Birdən biri çıxın deyəndə bu olur say. Birdən qapı açıldı deyəndə olur zərf. Yəni ki, fərqli cümlələrdə fərqli mənalar ifadə edə bilər. Zərfin qulluqca və məna növünü nəzərə alaraq soldan sağa doğru sərrast, almanca, bir də sərrast deməli sadədir, almanca düzəltmədir, bizə lazımdır mürəkkəb, özə tərz hərəkət zərfləri. Dərhal bu zamandır, ara sıra zamandır. Dərhal sadədir, bizə düzəltmə lazımdır, ara sıra da mürəkkəbdir. Azmaz, mürəkkəb, bütünlüklə düzəltmə, bizə sadə, nə lazımdır bütünlüklə? Kəmiyyət zərfi, yəni miqdar zərfi. Sadə, tamamilə düzəltmədə çıxdım.
Xeyli təkrar yox, ola bilməz. Təkrar tərz hərəkət zərfidir. Xeyli ödəyir. Dahiyanə düzəltmə zaman zərfi lazımdır bizə. İkinci bura gedən olmadı. Hərdən ödəyir. Mən nə tez işarələdim bunu. Çox, hərdən. Bir də əvvəldən axıra. Əvvəldən axıra nədir? Tərz hərəkət zərfi. Görə feili bağlamadı onsuz. Bu da çıxdı. D variantı. Əvvəldən axıra da mürəkkəb tərz hərəkət zərfidir. Yəni bura uyğundur. Adamlar onları dostcasına qarşıladı. Bu tərz hərəkət zərfidir və isimdən düzəlmiş düzəltmədir. Mehriban şəkildə yola saldılar. Bir dənə burada zərf budur. Çünki burada mehriban şəkildə sifətdir. Mehriban sözü daha doğrusu sifətdir. Çünki ismə aiddir. Zərflərdən biri deyir, bir dənə zərfim var. Düzəltmə zərf zərfin ifadə vasitəsidir. Sifətdən əmələ gəlib, xeyr, dost ismindən əmələ gəlib. Sadə zərf işlənməsə də, kökü qoşma ilə omonim olan söz işlənib. Bəli. Sadə zərf işlənməyib, düzəltmədir və kökü qoşma ilə omonim olan söz qarşı sözüdür. Qarşıdan qarşıla. Məsələn, qarşı sözü qoşma da ola bilər. Düşmənə qarşı vuruşurdu, belə bir şey. Zərflərin hər ikisi başqa cümlədə hər ikisi deyir, yox. Zərfin qulluqca bir növünə aid nümunə yoxdur, xeyr. Bir dənə zərfim var, o da düzəltmə. Yəni, iki növünə aid nümunə yoxdur. Eyler-Venn diaqramına əsasən uyğun fikirlər. Əyri yol ilə gedən adam peşman olar. Burada zərf yoxdur. Şər bunu bilirdi ki, yolu uzaqdadır. Burada da yer zərfi var. Sözlərdən biri həm zərf, həm də sifət kimi işlənə bilən ortaq sözlərdəndir. Əyri sözü ola bilər. Əyri oturmuşdu. Burada da uzaq sözü ola bilər. Yəni, bir ortaya yazılmalıdır. Biri çıxdım. Sonra zərf işlənməyən nümunədə feildən düzələn sifət işlənib. Bəli, əyməkdən əyri sifəti düzəlib. 2 düzdür, yerində işlənib. Feillə omonimli olan qulluqca sadə zərf işlənib. Feillə omonimli olan qulluqca sadə zərf 3 ortaya yazıla bilməz. 3 ümumiyyətlə heç birinə yazıla bilməz. Zərf işlənmiş, çünki elə bir yoxdur ki, feillə omonimli olsun, qulluqca sadə zərf. Zərf ismə aid şəkilçi qəbul etsə də, sintaktik vəzifəsini itirməyib deyir. Bu 4 bura yazılmalıdır. Haradadır, uzaqdadır. 4 bura yazılmalıydı. Yer zərfi, qabaq zərfi kimi təyin ifadə vasitəsi ola bilmir. Bəli, 5 doğru fikirdir. Uzaq, yaxın, qabaq bu sözlər təyin ifadə vasitəsi olmur. Olarsa, o zərf sayılmır, sifət sayılır. Zərf qulluqca sadədir, xəbərin ifadə vasitəsidir. Bəli, bu da düzdür. B variantı. Hansı nümunədə zaman zərfi işlənmişdir? Yay gələndə bu isimdir yay sözü. Səhər açılanda, nə açılanda bu isimdir. Axşamın xeyrindən, nəyin xeyrindən isimdir. Qış gələn kimi, nə gələn kimi. Qış gələn, bu da isimdir. Axşamlar burada hava çox istidir. Nə vaxt, nə zaman? Axşamlar, bu da zərfdir. Bu qədər bəsdir, davamına sonra baxarıq. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənməyi, paylaşmağı unutmayın. Hələlik, görüşənə qədər.